Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Yaponların Qızıl Yağışı adlı nağılını danışacağam. Dəqiq yerini bilən yoxdur, amma uzaq adaların birində xeyirxah bir qoca yaşayırdı. Kasıb olsa da buna görə ürəyini sıxmır, çalışıb əlləşir, halal zəhməti ilə dolanırdı. Bir gün qoca bazarlıq eləmək üçün kəndə getdi. Orada köhnə və kənarları qırıq bir küpün satıldığını gördü. Küpü ucuz qiymətə alıb evinə apardı. İstəyirdi ki, küpü dama düz hamamın üstündəki deşiyə qoyub bağlasın. Elə də etdi. Köhnə küpü çevirib hamamın üstündəki deşiyə keçirdi. Həmin gecə qoca maraqlı yuxu gördü. Yuxusunda göydən yağış kimi qızıl yağırdı. Ertəsi gün səhər yuxusundakı qızılları düşünə-düşünə bağçada yeni fidanlar bastırdı. Birdən əlindəki kürək möhkəm bir şeyə toxundu. Elə bil ki, daşdı. Əyilib çıxarmaq istəyəndə torpaqdan bir küp çıxdı. Qoca gözlərinə inanmadı. Küpün içi qızılla dolu idi. Qoca əvvəlcə heyrətləndi və çox sevindi. Amma sonra belə düşündü. Gördüyüm yuxuda mənə qismət olacaq qızıllar göydən yağmalı idi. Bunları isə torpağın altından tapdım. Deməli, bunlar mənim deyil. Küpün ağzını bağlayıb, yerinə qoyub və açdığı çuxuru yenə torpaqla doldurdu. Qoca bunu edərkən qonşusu da kənardan baxırdı. Küpü qızılları görmüşdü, amma qocanın niyə küpü yenidən torpağa bastırdığını anlaya bilmədi. Qoca evə qaydanda qonşusu gizlincə bağçaya keçdi və həyəcanla torpağı qazmağa başladı. Küpü tapıb çıxardı, ağzını açdı, amma bir dənə görsə yaxşıdır. Küp ağzına qədər daşla dolu idi. Xəbis qonşu heyrət içində küpün ağzını bağladı. Elə bildi ki, qoca onu ələ salır. Ona görə də küpü torpaqdan çıxarıb qocanın damındakı küpün yerinə qoydu. Qoca səhər hamamın üstündəki deşiyə keçirdiyi küpün ağzının bağlı olduğunu görəndə yaxınlaşıb qapağını açdı. Amma paxıl qonşunun gözlədiyinin əksinə olaraq içindən daş deyil, par-par parıldayan qızıllar töküldü. Qoca çox sevindi. Budur. Mənim gözlədiyim bu idi. Yuxumda qızılları yerdən yox, göydən yağanda tapacağımı görmüşdüm. Budur, yuxarıdan qızıl yağır. Bu qızılların hamısı mənimdir. O gündən sonra qoca tapdığı qızıllar sayəsində rahat həyat sürdü. Qocanın necə varlandığından baş açmayan xain qonşu da çaşıb qaldı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.